Salam dəyərli YouTube izləyiciləri. Nəzərinizə bir məlumatı çatdırım. Bu dəqiqə hal-hazırda sosial şəbəkələrdə din düşmənləri çıxıb ortaya. Onların məqsədi budur ki, insanları dinsizliyə aparsınlar. Yəni, insanları dindən uzaqlaşdırsınlar, cahiliyyətə sürükləsinlər. Yəni, ateizmi deyib, insanlarla başlayırlar dindən danışmağa, dini gözdən salmağa. Yəni, bunlar sırf ateist deyirlər. Ateist bilirsən ki, Allaha inanmır, bu öz işidir. Çəkilir, durur qıraqda öz işi ilə məşğul olur. Amma bu hal-hazırda bir qrup insanları dinsizliyə çəkirlər. Baxırsan ki, onlarla söhbətə çıxan qoşulurlar canlıda. Elə bir insanlar var ki, baxırsan ki, savadı yoxdur. Ateist sual verir, sualın qarşısında aciz qalır. Sonra da başlayır ki, mən bu sualı buna verdim, cavabını verə bilmədi. Demək ki, mən haqqam, mən haqlıyam, o da haqsız olduğunu qəbul elədi. Yəni, əsas da gənc nəsildir ki, bunlara qulaq asmasınlar, bunlarla söhbətə getməsinlər. Çünki onların məqsədi ancaq, yenə deyirəm, onların məqsədi ancaq insanları cahiliyyətə sürükləməkdir. Yəni, Allah özü kömək olsun hamını. Çətin bir məqamdır, axirət zamandır, demək olar ki, insanlar ələnir. Çünki orada söhbət eləyənlərin, hətta bəzilərini qulaq asıram. Onlar da deyir ki, biz vaxtında biz də İslam dinində idik, namaz qılırdıq, oruç tuturduq, ibadətlə məşğul uyduq. Sonra biz də ateist olduq. Yəni, bilsən, savadsız insanlardır. Belə ateistlər bir sual verir, sualın cavabını verə bilmir, deyir, hə, haqlıdır. Çünki amma sualın cavabını gedib bir dini yaxşı bilən insanlar soruşsa, o sualın cavabını tapa bilər. Amma soruşmur, ateistin dediyi ilə razılaşır və dindən çıxır. Biraz yaşlı nəsli, biraz yaşı çox olan nəsil, məsəl üçün 25-dən yuxarı, 30-dan yuxarı olan nəsli yoldan çıxara bilmirlər. Çünki onlar dərk edir ki, Allah var, Peyğəmbər var, imamətlik var, imamlar var, Quran-ı Kərim haqdır, qiyamət günü haqdır. Bunlar hamısı dərk edir. Yəni, onların içində namaz qılanı da var, qılmayanı da. Amma halbuki dərk edir ki, Allah var, hər bir şey reallıqdır. Amma biraz hardasa bir 18-25 arası yaşda olan gənclər yəni, belə şeyə tez inanırlar. Belə ateizmin dedikləri sözlərə çox inanırlar. Ona görə çalışın. Bunlardan uzaq olun, sosial şəbəkələrdə dəhşət yayılıbdır. Əsasən TikTokda onlar bilir ki, hər kəs TikToka çox baxır, ona görə TikTokda çox canlı açırlar və öz söhbətlərin TikTokda paylaşırlar. Baxırsan ki, bəzi söhbətlər var ki, onları kəsirlər, özlərinə sərf eləyən formada düzüb qoşub atırlar TikToka ki, yəni biz bunu dedik, hardasa bir namaz qılan, bir dindar bu sualın cavabını verə bilmədi, sualımızın qarşısında aciz qaldı. Düzdür, onlarla söhbət eləyənlərin çoxları baxırsan ki, savadsızdır. Yəni, sualına da normal cavab verə bilmir. Amma yəni, yenə də çalışın belə şeylərdən uzaq olun ki, Allah həmişə
sizi qorusun. Allahın qəzəbinə gəlməyək. Başımıza gələn hər bir şey Allahın qəzəbinə gəlməkdəndir. Yəni Allahın da olsun ki, elə bir vəziyyət yaranıb ki, və insanlar bir gün baxırsan ki, düzgün yoldadır, namazı, ibadəti, sabah baxırsan ki, başqa bir şey danışır. Elə bir vəziyyət daha bugün dindar, sabahları mundar. Elə bir şeydir. Ona görə çalışaq belə şeylərdən uzaq olaq. Allah hər bir kəsi qorusun. Allah bizləri mərdimazarlardan uzaq eləsin. Allah bizləri elə ateistlərdən, nə bilim, şeytan əməlli insanlardan uzaq eləsin. Amin inşallah.